Ermənistan hökuməti Azərbaycanla sülh sazişindən sonra iqtisadi münasibətlərin qurulmasına da maraq göstərir. Rəsmi İrəvan ilk dəfə olaraq Azərbaycanın təbii qazını almaq imkanlarını açıq şəkildə müzakirəyə çıxarıb. Ekspertlər hesab edirlər ki, bu addım Ermənistanın enerji asıllığını azalda və regionda iqtisadi sabitliyə yol aça bilər. Bəs Azərbaycan qazı Ermənistana hansı marşrutla və hansı şərtlərlə ixrac oluna bilər? Ermənistan hökuməti Azərbaycanla sülh sazişi ilə yanaşı iqtisadi ticarət əlaqələrini də gündəmə gətirir. Ötən günlərdə Nikol Paşinyan sülh sazişinin və Zəngəzur dəhlizinin reallaşması ilə ölkələrin iqtisadi əməkdaşlığı ilə bağlı yeni imkanların yaranacağını bildirib. Ermənistanın hökumət üzvləri də Azərbaycanla iqtisadi əməkdaşlığı, xüsusilə təbii qazın alınmasını istisna etmirlər. Bu məsələ hətta Ermənistan mediasında da aktualdır. Ermənistan rəsmi olaraq Azərbaycan mavi qazını almaq niyyətindədir. Nəzərə alsaq ki, Ermənistan Azərbaycan arasında kommunikasiyaların bərpa edilməsi, eyni zamanda iqtisadi əlaqələrin yenidən qurulması ilə bağlı müzakirələr gedir və sülh müqaviləsi bağladıqdan sonra gözlənir ki, Ermənistan Azərbaycan mavi qazı alma imkanları arta bilər. Nəzərə alsaq ki, Ermənistanın Azərbaycan mavi qazını almaqda məqsədi bir tərəfdən Rusiyadan və eləcə də İrandan asılılığı minimumlaşdırmaqdan ibarətdir və eyni zamanda Ermənistan Azərbaycan mavi qazını almaqla alternativ mənbədən enerji idxalını həyata keçirməyə çalışır. Rusiyadan Ermənistana təbii qazın nəqlində bəzən günlərlə fasilələr yaranır. Ermənistanın təbii qazdan təsir silahı kimi istifadə etməyən Azərbaycanla əməkdaşlıq istəyi anlaşılandı. Vaşinqtonda imzalanan sazişin 10-cu maddəsində də tərəflərin iqtisadi əlaqələr qurmaq niyyətinə diqqət çəkilir. İqtisadi və enerji sahəsində əməkdaşlıq isə bir çox hallarda siyasi münasibətləri formalaşdırır. Hazırki şəraitdə Azərbaycan qazının Ermənistana ixrac olunması hesab edirəm ki, imzalanacaq sülh müqaviləsini daha da şərtlərini bir növ dayanıqlı edə bilər. Eyni zamanda ölkələr arasında olan münasibətlərin daha sürətli şəkildə bərpa olunmasına xidmət etmiş ola bilər. Çünki iqtisadi münasibətlər nə qədər yüksək olarsa, bu iqtisadi münasibətlərin yüksəlməsi nəticə etibarilə ölkələri bir-biri ilə daha güclü bağlayan bir faktora çevrilir. Bu ilin 9 ay ərzində Azərbaycanda 38,2 milyard kubmetr təbii qaz hasil edilib ki, onun da 50%-nə qədəri ixrac olunub. Azərbaycan təbii qazının ixracı əsasən Gürcüstan üzərindən həyata keçirilir. Sovet İttifaqı dövründə Azərbaycanla Ermənistan arasında birbaşa qaz kəməri olsa da, onun yenidən qurulması əlavə xərc tələb edə bilər. Cənub qaz dəhlizi vasitəsilə Azərbaycan mavi qazını Gürcüstan üzərindən Avropaya çıxarır. Bu o demək ki, Gürcüstan vasitəsilə daxili şəbəkə vasitəsilə Azərbaycan qazının Ermənistana satılması mümkündür və praktik olaraq bunun üçün yeni kəmərin çəkilməsinə deyil, Gürcüstandan Ermənistana mavi qazın ixrac olunması reallaşa bilər. Sülh müqaviləsi bağlandıqdan sonra Azərbaycan mavi qazının Ermənistana ixracatı mümkün ola bilər. Bu da təbii ki, həm də Azərbaycan üçün yeni bazarlara öz mavi qazını ixrac etmək baxımından da vacib sayılır. Bütün bunlarsa Ermənistanın konstitusiya islahatlarından və Azərbaycanla yekun sülh sazişindən sonra mümkündür. Cənubi Qafqazda yeni iqtisadi əməkdaşlıq platforması yaradılması Ermənistanın addımlarından asılıdır.